Rusiyadan gelmişik hanım. Kardeşim için sizi narahat eləmişdir. Bek getirmişik. Ünvanı özünüz verirsiniz. Bəli, bir dəqiqə. Ay salam aleyküm. Buyurun, buyurun. Biz Rusiyadan gelmişik. Laf yaxşı. Çok eşitmişik. Həmişə siz gəlsin, mən bağışlayayım. Mən hamamdaydım. Gelin gelin. Pullar anne. Ne pullar? Nece yani ne pullar? Toydan kazandığım pullar anne. Yoxumdu. Kızıllar nerede be? Ne kızıl? Kızıllar nerede? Yoxumdu, mən nə içdən yox. Akta. Ay, deməyin. Pulların yerini de. Yaktı oğlum, yaktı, yaktı. Yaktı. Başla. Yaxşı, yaxşı, deyirəm. Ay, orada, tumbuçkadadır. Oradadır. Kızıllar tapmışam. Allah aldı sana. Ben demeyeyim ki xanımı beğenicisin oğlan. Eğer sen bir saat ərzində evdən bayıra çıxsan, bədbəxt hadisə baş verəcək. Sənə aydındır. Deyirəm axı. Yaxşı yadıma düşdü. Biz bura ne için gelmiştik? Al. Bu da behin. Götür. Oxuyarsan. Dinmək istədim. Dinə bilmədim. Ana, mən qorxuram. Qorxma qızım, qurban sənə. Bu ki yuxudur. Yuxudur. Əlbəttə. Məyər unutmusan? Mən ki çoxdan yoxam. Yox ana, yox. Mən istəmirəm bu yuxu olsun. Qızım, sən istəməyinlə deyil axı. Yoxluğunla barışmalısan. Həyat belədir. Ana, deyirlər əgər yuxuda dünyasını dəyişmiş, sənə yaxın olan bir adamın əlindən tutub nə diləsən, bütün arzuların həyata keçəcək. Elədir qızım, düz deyirlər. Yuxuda övladın ananın əlindən tutmağı uğur deməkdir. Ana, qoy mən də səni öpüm. Qurban sənə mənim qızım. Bir vaxtlar mənə demişdin ki, ana, hələ böyüməmişəm. Ərə getmək vaxtım deyil. Bəs indi necə? Götür bunları qızım. Bunları Rasimin anası gətirmişdi.
Salam aleykum. Здравствуйте. Salam Sofa xanım. Sofka. Bəli, bəli. Вас беспокоит. Sizi Mahmud Səfiyeviç narahat edir. Mən sizi tanımıram. Necə tanımırsınız? Nə deyirsiniz? Mən sizin ərinizlə neçə illər xidmət etmişəm. İşləmişəm. Həm də biz dost olmuşuq. Əlbəttə görən kimi tanıyacaqsınız. Сейчас я руковожу İndi mən indi şirkətə rəhbərlik edirəm. корпорацией. Böyük imkanlarım var. Hə, yoldaşlar mənə dedilər ki, sizin ehtiyacınız var. Hə, mən sizə kömək etmək istəyirəm. Yox, yox, yox. Çox sağ olun. Lazım deyil, istəmirəm. İmtina etməyin, xahiş edirəm, imtina etməyin. Mən sizə kömək etməyə borcluyam. Necə deyərlər, əl tutmaq əlidən qalıb. Əldən qaldı. Başa düşürsünüz? Sizdən çox xahiş edirəm. Lazım deyil. Mən sizi diqqətdən kənarda qoymayacağam. Mən sizə dedim, mənə heç bir şey lazım deyil. Sizdən çox xahiş edirəm. Əl çəkin məndən. İmtina etməyin. Я Mən sizə yaxşı bazarlıq göndərəcəyəm. хороший базарных и врачей, Bir də yaxşı tibb bacıları. медсестр. Sağ olun, görüşənədək. Alo. Alo. Venera. Həkimləri göndərməyə məmnun. Qızları deyirəm də. Ay sağ ol. Mənə elə gəlir ki, dondurma almağa pulun çatar. Tahirə, səninlə söhbətim var. Özü də çox ciddi söhbət. Buyur. Eşidirəm. Düzə heç bilmirəm necə deyim. Bəlkə əyilim qulağıma deyəsən. Yox dedim axı çox ciddi söhbətdir. De də. Tahirə bilirsən, biz kələfin ucunu tapmışıq. Ona görə deyirəm ki, gəl mübarizəni birgə aparaq. Rasim, hər cümə axşamı Qurd qapısı qəbirstanlığında öz kasıblığı ilə bütün qəbirlərdən seçilən yazıq anamın məzarını görəndə dünya başıma fırlanır. Həyatıma nifrət eləyirəm. Hər səhər, hər axşam o rütubətli otaqda xəstə atamı görəndə yaşamaq istəmirəm. Həyatda böyük iddialarım olmayıb. Amma heç vaxt heç kimə borclu qalmamışam. O cümlədən Ramizə də. Bəs Ramizin sənin həyatına vurduğu ziyanı hesablaya bilərsən? Mücərrət mövzulara keçmə. Hal-hazırda ən böyük arzum yazıq atamın çəkdiyi əzabları az da olsa yüngülləşdirməkdir. Arzuların çin olması üçün yaşlıca pul lazımdır. Nə demək istəyirsən? O da ki, səndə yoxdur. Demək istəyirəm ki, Tahirə, sən ağıllı qızsan. Özün bilirsən ki, onların fırıldağından hər ay 100 minlərlə ziyanın var. Bax, bu məsələyə son qoya bilsək, sənə əmin edirəm ki, xeyli pul mükafatı alacaqsan. Nə deyirsən, razısan? Dünya. Edersiniz oyun bana. Mütlet. Adı nədir? Sofa Abbasova. Bilirəm Həsən. Yoxluğum sənə çox əzab verir. Amma nahaq yerə.
Mənim ölümüm barədə çox da düşünmə. Ölüm dirilərin fikirləşdiyi qədər də dəhşətli deyil. Dəhşət insanın əzabla yaşamasıdır. Düz deyirsən. Mən elə o əzabları görə-görə yaşayıram sonra. Valideyn, övladın bütün əziyyətlərinə dözməlidir Həsən. Həyatın zərbələrinə tab gətirməlidir. Heyf ki, mən bu əzablara dözə bilmədim Həsən. Onları dəf eləyə bilmədim. Heç olmasa sən möhkəm ol, Həsən. Mən həmişə sənin sağlam ruhunu sevib, ağıllı düşüncələrini bəyənmişəm. Məni tərk eləməyivə baxma. Ruhum daim köməkçim olur. Hə, belə. Dondurmaya görə çox sağ ol. İndi isə gedək, çünki atam evdə məni gözləyir. Yaxşı, bəs mənim təklifim? Sənin təklifin barədə fikirləşməliyəm. Anam sizə gələndə də fikirləşərəm demişdin. Düz 5 ildir fikirləşirsən. Yaxşı. Sabah bir dondurma qonaqlığı da versən, cavabını deyərəm. Gedək, gedək. Ağsaqqal. Bəli, hər şey qaydasındadır. Sofa xanım əladır. Sofa xanım, sizə salam göndərir Ağsaqqal. Спасибо, родная, спасибо. Aha. Oldu, oldu. Təranə xanım sizin bütün sənədlərinizi hazırlayıb. Bu yaxınlarda sizi Yaltaya göndərəcək. Viza da hazırdır. Gedirsiniz Yaltaya dincəlməyə. Спасибо, родная моя, спасибо. Bu xüsusi çəkiliş aparmaq üçün lazım olan cihazdır. Bu video kameranın köməyi ilə sən istənilən vaxt gizli çəkiliş apara bilərsən. Bu düyməni basdıqda bunun arxasında bir işıq yanır. Bu işıq yanarkən artıq çəkilişə hazırdır. Yaşıl işıq yananda isə bu çəkiliş aparır. Bu monitorda biz bütün çəkilişlərə nəzarət eləyə bilirik. Sofa xanım, əzizim, mən indi sizin şəxsiyyət vəsiqənizi taparam. Budur, buyurun, sizin şəxsiyyət vəsiqəniz. Belə əzizim, indi isə gəlin belə eləyək. Bura qol çəkmək lazımdır. Zəhmət olmasa bax buradan qol çəkin. Çəkin, çəkin, narahat olmayın. Zəhmət olmasa bir dənə də buradan qol çəkin. Burada qol çəkin, zəhmət olmasa. Lap yaxşı yadıma düşdü. Firma sizin üçün yardım ayırıb. 1, 2, 3. Sağlıqla işlədin. Çox sağ olun, minnətdaram. Elə bir şey deyil. Hə, yeri gəlmişkən. Buradan da qol çəkin. Ərzəni özüm yazarım. Oh, əla. Daha sizi narahat eləməyəcək. Hər şey yaxşı olacaq, Sofa xanım. Вы наша родная. Ну, конечно же. Да? Спасибо вам огромное. Огромное вам спасибо. И вам огромное спасибо. Bəs oxusanı? Nədir adı? Balaca Tahirə. Hə, hə. İşə gəlmir? Bir buna bax. Başa düşmədim. Dayımgilin sifarişləri bu firmanın mallarıdır. Biz bu vizitkanı eləyəndən oğlan Tahirə ilə yaman tez-tez görüşür. Necə? Hə, oğlandan gözüm heç su içmir. Bura bax.
Bugün mən əmrin vereyim. Sən də o rədd elənən o Tahirə dinəzi bildin? Salam Yasemin xanım. Bağışlayın ki biraz gecikmişəm. Bağışlayın. Sezon olsaydı bir dəstə Yasemin verərdim sənə. Dalınca Mercedes, Jeep, nə bileyim, nə düşəndən ayağın yerə dəymir. Səni bağışlamağım başqalarına bir sörnək ola bilər. Gel özünü işlə. Hoş geldin. Git de. Siz de kulağınızı açıp eşidin. Kimin adı benim qara siyahıma düşsə, axırı belə olacaq. Olmaz xanım, gözləyin, olmaz. Dayanın, gözləyin. Kız! Sənə deməm, çöp sazası buradan bırakma. Vallahi Feyzullah mənim gözümü açmağa imkan vermədi. Demişəm axı gecə yatanda da göz açsın yatın. Baş üstə. Yeri. Məni işdən çıxarmısınız. Bilmək olar ilə. Qız, elə danışırsan ki, güya heç nədən xəbəri yox. Bilmirsən işənə vaxt gəlmək lazımdır, hə? Bilirəm. Amma hamının başına iş gələ bilər. Mənə ağıl öyrətmə, qız. Başına nə iş gəlir? Sağ-salamatsan. Saçma rəng qoymuşdum. Gözlədim ki qurusun. Sonra gəldim. Saçını da eləmişdin. Qasımın xoşuna gəlməsin. Rasim kimdir? Gəzdiyin oğlan tanımırsan. Rasim Məmmədov, hə? Tanımırsan? Qız, nəvədə şürək yumuşaqlam, get ərzəni yaz. Yoxsa əmrlə çıxardıram. Sonra da əmək kitabsan ki, oradan yeri. Onda mən də sizi məhkəməyə verərəm. Ha! Ha! Ata, sənə bir söz demək istəyirəm. Nə sözdür qızım? Deyəsən, biz buradan da köçməli olacağıq. Evin kirayə pulunu verə bilmirik. Qızım, bilmirsən Yasəmən səni nəyin üstündə işdən qovub? Yox, bilmirəm. Yasəmən Ramizin bacısı qızıdır. Mən o Feyzullah var ha, öz qızı yerində olan Yasəmənlə evlənir. Əşi, nəysə. Bəs nə əcəb dayıları danışmırlar? Dayıları. Mənə elə gəlir ki, burada başqa məsələ var. Fazıl, nə məsələdir? Hələlik mən heç nə deyə bilmərəm. Fazil dayı, mən Feyzullayevin otağında Rasimgilin firmalarının istehsal elədiyi dərmanların taralarını görmüşəm. Deyirəm, bəlkə elə... Bax qızım, bu yaxşı vaxtdır. Elə çıxır ki, elə saxta dərmanları, tarılarını elə Feyzullah öz hazırlayır. Deməli, Tahirəni işdən çıxarmaqla ola biləcək hər hansı bir təhlükənin qarşısını almaq məqsədi güdülür. Yəni, Allah axırını xeyrə calasın. 15-ə qədər dərmanların tərkibini yoxlatdırmışam laboratoriyada.
Dərmanların adı başqa-başqadır, amma tərkibi noşbadır. Hə. Yəni ağrı kəsici. Nəyə görə əgər bilsəz? Niyə? Ona görə ki, xəstə dərmanı içir, ağrısı kəsir. Bunların da işi xod gedir. Doğru denən ona görə sağalmıram da. Bu kampaniya bir-birinə zəncir kimi bağlıdır. Ona görə də zəncirin açarını tapmaq lazımdır. Buyurun. Dayday buradadır. Bəli, De ki, onu görmək istəyən var. Mən də onu görməliyəm. indi deyərəm. Sən keç, sizsə bir dəqiqə gözləyin. Hə, eşidirəm. Çepi. Eliki tutublar. Veneranda? Xeyr. Venera kompüter informasiyasına daxil olub, bank müştərilərinə aid olan kod və nömrələri Elik ötürülmüş. Onu bilirəm. Sonra? Elikdə bir bankın hesabından o biri bankın hesabına pul köçürərkən MTN tərəfindən yaxalanıb. Aydındır. Gedə bilərsən. Dinən o qız gəlsin içəri. Baş üstə. Özün də gələn dəfə qalası çatdaq. Salam, bəy. Salam. Bığlarınızı niyə qırxdırmısınız? Bığ sizə yaman yaraşırdı. Heç bığsız da bəy olar. Başa düşmədim. O gün heyitinizə gəlmişdim. Sizi öldürmək istəyirdim. Uşağınız girdi qanınızın arasına. Nə əcəb öldürmədiniz? Cəsarət eləmədiniz, yoxsa... Yox, yox. Öldürmədim ona görə ki, ölmüş adamdan itirdiklərimi necə ala bilərəm? Siz deyilsən ünvanı səhv sanırsınız. Mən sizi tanımıram. Tanımadığınız adamı öldürmək... Ardın aklınıza gəlib. Ramiz adam kişi olar. Sadəlöv bir adamın ürəyi təmizliyindən istifadə edib evini satdırmaq, pullarını mənimsəmək, qızını özünə nişanlı eləmək, ləyaqətini tapdalamaq. Əcəli çatmayan bir adamı vaxtsız o dünyaya göndərmək, bir ailənin ittifaqını dağıtmaq günah deyil. Bəs nədir? Siz Tahirəsiz. Yaddaşınız qayıtdı. Tahirə xanım. Mən doğrudan da sizi birinci dəfədir ki görürəm. Amma haqqınızda qardaşım Ramizdən çox eşitmişəm. Qardaşınız Ramizdən? Hə, Ramiz mənim kiçik qardaşım idi. Sizin evinizi satıb pul aldığı gün naməlum şəxslər tərəfindən qətlə yetirilib. Pulları qarət olunub. Mən onda Moskvada yaşayırdım. 3 gündən sonra bizimkilər yazıq qardaşımın meyitini kanaldan tapıblar. Həyatlı da, qəddar,
Bağışlayın bəy. Adım Hafizdir. Ramizin nişanlısı elə mənim bacımdır. Əyləşin, əyləşin. İlahi, insan bir-birinə necə oxşayarmış. Hə, biz hamı səhv salırdı. Birinci dəfə sizi maşında görəndə elə bildim ki, Ramizsiz. Maşın? Ne maşın? Ha, maşın. Ay kız çay getir. İstiyorsan bu kızı da gönderim şimdi alacağım. Kal burada katip ol. Yox, yox, nə danışırsınız? Lazım deyil. Əvvəllər adasını işləmirsən, ha? Hə, işləmişəm. Harda? Özəl bir mətbəə var orada. Bəs niyə çıxdın? Çıxmadım, çıxartdılar. Niyə? Müdür müavini Yasəmən xanım var idi. Məndən xoşu gəlmirdi. Binamus oğlunun kızı binamus. Atası yaşında kişiyle gezir. Bacım kızıdır. Bacımdan geçe bilmirəm. Yoksa çoktan göndermiştim o dünyaya. Neynim? Elim gelmir. Ramiz sağ olsaydı çoktan göndermişti o dünyaya. Dəlinin biriydi. Kulaq as. İstəyirsən sen onun yerine götürək, ha? Orada bizimdir, narahat olma. Yox, yox. Niyə? Yaxşı düşməz. Laf yaxşı düşər. Feyzullahla göndərmişin qalıca. Götür mətbəəni əlinə, qollarını çırmala, başla işləməyə. Qaldır mətbəəni. Hə, nə deyirsən? Mən tək, kimsəsiz bir qızam. Elə burada sizin himayəniz altında işləsəm daha yaxşı olar. Nə deyirəm? Özün bilən məsləhətdir. Yaxşı, götür çayını iç. Dostlar, kriminal aləmdə xüsusi çəkisi olan, zonlarda avtoritet kimi tanınan, bizlərin Bırat Məlik kimi tanıdığımız Cigan Məlik artıq azadlıqdadır. Ben indi başa düştüm ki niye mənə kulturnu Feyzullah deyirlər. Hani soruşun da niye? Niye? Ha? Ona göre ki mən kızlarla oturup dururam. Ha? Yaxşı, indi soruşun görək bəs niye Məlikə Cigan Məlik deyirlər? Ona göre ki o oğrularla oturup durur. Ona göre ora Cigan Məlik deyirlər. Ha? Cigan, senin sağlığına kardeş. Məlik zakonnikdir. Zakonnikdən zakonnikə də fərq var. Elə oğrular var ki, türmədə onları priz... priznavat eləmirlər. O qədər oğlanlar sındırırlar ki, Məlikin simasında içək, sınmayan oğlanların sağlığına. Sağ olun. Məlik mənim doğma qardaşımdır. Bu sağlığı Məlikin şərəfinə içirəm. Məlik, təkcə sənin yox, bizim hamımızın qardaşıdır. İçək, qardaşımızın sağlığına. Şərəfə.
Gəldiniz? Hə, Buyurun. Əyninizi dəyişin. Hə. Gedək anbarı göstərin. Müəllim tapşırdı ki, səliqə sahman yaradasan. deməli ən uğurlu gediş mənim xadimə işləməyimdir. Bu qutuları yerbəyer elə. Hər malı öz rəfinə qoyub biraz yer yığış elə vəssalam. Bu həmin o yerdə, hə? Bəli. Gör nə deyirəm, bunun bütün hamısını Fazil müəllimə ötürmək olar? İndi? Elə indi, hə. Göndərərik. Yaxşı, sür gedək. Hə, gedək. Cənab polkovnik, Sultan mafiyasının üzvləri və onların tavsiyələri. Sofiya Prokofyevna, zəhmət olmasa bir stola yaxın gəlin. Xahiş edirəm bu şəkillərə baxın. Burada tanıdığınız adam var. Odur, odur. Bu ağsaqqal odur. Mən onu tanıdım. Əyləşin. O mərhum ərimin yaxın dostu idi. O mənə o qədər ərzaq, dərman göndərirdi ki, hətta sanatoriya göndərişdə tapmışdı. Sofa xanım, baxın, bu maşın sizin sərəncamınızdadır. Oy, sağ olun. Bax, bu da göndəriş, Yalta, lüks. Ax, niyə? Gedərsiniz, dincələrsiniz, müalicə olunub qayıdarsınız. Yeri gəlmiş, mən 2 ay şəhərdə olmayacağım, siz qayıdan vaxt mən də gələcəyəm. Sizə çox minnətdaram. Əlbəttə. Çox sağ olun. Çox minnətdaram. Sağ olun. Hə, uğurlar, uğurlar. Hə, yeri gəlmiş. Bəs mənzilin açarları kimdədir? Açarlar Veneradadır. Veneraya vermişəm. Axı niyə? Veneraya niyə vermisiniz? O məndən xahiş etdi. Yaxşı, yaxşı, uğur olsun. Yaxşı yol. Salam, necəsən? Həll elədin? Hər şey qaydasındadır. Pullar yanındadır. Hə, yanımdadır. Əlbəttə.
Bilirsiniz, mən sanatoriyadan qaydanda gördüm ki, evimdə başqa adamlar yaşayır. Onlar mənə kupçu göstərdilər. Sakit olun, küçədə Sofiya qaldım. xanım. Aydındır. Sakit olun, sakit olun. Sofiya xanım, sizin tanıdığınız bu ağsaqqalın əsl adı Şirvandır. Oğrular onu Şirvançıq deyə çağırırlar. Uzun illər həbsxanada yatıb. Azərbaycanda da onu maşennik kimi tanıyırlar. Bunu da tanıyıram. Bax, bunu lap yaxşı tanıyıram. Bax, odur. Bu əsl fırıldaqçıdır. Məni qarət edib. Mən küçədə qalmışam. Sakit olun, sakit olun. Sakit olun. Bu şəklə bir diqqət yetirin. Bu qızı tanıyırsınız? Tanıyıram da, tanımıram da. Amma mənim evimi qarət edən şəxsin saçı sarı idi. Veneradır. Venera cilddən cildə girməyi bacarır. Venera Yağub qızı 1978-ci ildə Varovski'dan anadan olub. 10 yaşından itkin düşüb. Daha doğrusu Şirvan onu uğurlayıb Orta Asiyaya aparıb. Xüsusi təlim keçib. Ləqəbi də Lipa Veneradır. Düz deyirsiniz. Cilddən cildə girməyə bacarır. Hətta mənə $100 pul vermişdi. O da saxta çıxdı. Bax, bu şəkillərdə gördüyünüz insanlar cinayətkarlardır. Biz araşdırmalar aparırıq və əmin ola bilərsiniz ki, cinayət cəzasız qalmayacaq. Çünki dünya qanunlar üzərində yaşayır. Zəhmət olmasa bura gəlin. Serjant, bunlardan izahat götür. Sonra verərsən mənə.